Organik yumurtadan, yəni öz həyətimizin toyuğunun yumurtasından kek bişiririk. Kek deməyək, pasta deyək. Buna yaş pasta da deyirlər, ağlayan pasta da deyirlər. Hər ikisini necə deyirsə deyə bilərsiniz. İçinə də nə qatmışam, hər birini açıqlama qismində yazacağam. Buyurub baxa bilərsiniz. Bu gün də çərşənbədir. Bəli, indi deyəcəksiniz ki, bu keklə çərşənbənin nə əlaqəsidir? Çünki ilin çərşənbəsi su çərşənbəsidir. Bu çərşənbədə bol bərəkət, ondan sonra suyun ayılması olduğu üçün də ona görə də burada nələr niyyət tutulur. Mən biraz araşdırdım. Suya niyyətini tutub eləyirsən. Bəzən də su ilə üzünü yuya bilərsən, niyyət tutub. Ondan sonra əlavə bulaq suyu ilə özdə bu olmalıdır hər biri. Sizlər bu çərşənbə haqqında nə düşünürsünüz, nə bilirsiniz? Çünki ən çox Azərbaycanda və ya ki ölkəmizdə axırıncı çərşənbəni daha çox qeyd edirəm, amma bəzi bölgələr var ki, bütün çərşənbələrin o adət-ənənəsi varsa, hər birini qeyd edir. Amma bizdə maalesef elə bir dənə axırıncı çərşənbə var ki, o qeyd olunub. Ona görə tam ondan məlumatım var və burada da bura qədər izlədinizsə, xoş izləmələr. Fikirləriniz də nədirsə hər birini yazarsınız yorumda, orada bölüşərsiniz. Mən də öz fikirlərimi yazacağam. Hələlik gələn vloqlara qədər, burada da sonunda görəcəksiniz ki, evinizdə əgər bir şey mənim kimi tort kəsən və ya tort bilən yoxsa, bundan da istifadə edə bilərsiniz. Tyorkadır bu da. Və hələlik gələn vloqlara qədər izləmədə qalın. Mən üçün dəstək olsanız çox xoş olar. Bəyənib yorum yazıb takip edin.